Biznes TV-də günün iqtisadiyyat xəbərləri ilə qarşınızdayıq. Mikayıl Cabbarov Stanley Porterlə görüşüb. İqtisadiyyat naziri Mikayıl Cabbarov Deloitte şirkətinin qlobal enerji, resurslar və sənaye sektorları üzrə lideri Stanley Porterlə görüşüb. Bildirilib ki, görüşdə Azərbaycanın strateji inkişaf prioritetləri, ölkəmizin təmiz enerji sahəsində təşəbbüsləri və regional layihələrdə artan rolu haqqında məlumat verilib. SOCAR-ın beynəlxalq miqyasda genişlənmə strategiyasına dəstək üzrə Deloitte ilə uğurlu əməkdaşlıq həyata keçirildiyi bildirilib. Azərbaycanda daha 62 nəqliyyat vasitəsi hərraca çıxarılacaq. İyulun 22-sində İqtisadiyyat Nazirliyi yanında əmlak məsələləri dövlət xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçiriləcək. Məlumata görə hərrac dövlət xidmətinin əmlak xidmətləri məkanında olacaq. Hərraca ümumi dəyəri 294.475 manat olan 62 nəqliyyat vasitəsi çıxarılacaq. Azərbaycanın Türkiyədən mal idxalına çəkdiyi xərci 13%-ə yaxın artıb. Azərbaycan Türkiyədən mal idxalına çəkdiyi xərcləri artıraraq 13%-ə yaxın bir artım qeydə alıb. Bu artım iki ölkə arasındakı ticarət əlaqələrin gücləndiyini və ticarət həcminin artdığını göstərir. Google Azərbaycandakı bazar payını itirməyə davam edir. Google şirkəti Azərbaycandakı bazar payını itirməkdə davam edir. Bu vəziyyət yerli və regional rəqiblərin bazarda daha fəal rol oynaması və istifadəçilərin alternativ platformalara yönəlməsi ilə əlaqələndirilir. Avropa Komissiyası Rusiyadan qaz idxalına qadağa tədbirlərini təqdim edə bilər. Avropa Komissiyası 17 iyun 2025-ci il tarixində Rusiyadan qaz idxalına qadağa tədbirlərini təqdim etməyi planlaşdırır. Bu tədbirlər Avropa İttifaqının enerji təhlükəsizliyini artırmaq və enerji mənbələrini diversifikasiya etmək məqsədi daşıyır.